Hə, Kanadada kənd həyatımız davam edir. Amma deyərdim ki, biz hələ bu yolun başlanğıcındayıq. Hələ təzə başlamışıq, hə. Havalarımız indi isinməyə başlayır. Biz isə bu havaları qaçırda bilmərik. Çünki bizdə isti havalar, yay hələm ələ düşmür. Düşəndə də çox qısa çəkir. Ona görə də elə bu gün hava isindi deyə tez çıxdıq çölə. Rolan uşaqlar üçün bir qum yeşiyi düzəltdi. Sonra bir ocaq da düzəltdi. Dedi gəl elə siftəni bu gün eləyək. Mən də elə çörək üçün xəmir yoğurmuşdum. Elə dedim ondan eləyəcəm. Bir lahmacun içi hazırladım. Onlar üçün lahmacun bişirdim. Ən sevdikləri yemək olduğuna görə heç imkan vermədilər ki, ağzıma bir-iki dənəsini atım, tez hamısını qurtartdılar. Mən isə özümün ən sevdiyim yağlı, pendirli çörək elədim. Rolana da çeyrək mürəbbəsi bişirtdirdim ki, yeməyin üstündən mütləq çayla əla gedəcək. O diri halal zəhmətimlə, alın tərimlə qazanmışım ondan da. Sizə də alın tərinizlə qazandığınız çörəyi rahatçılıqla, huzurla yemək nəsibiniz olsun. Şərh yazmağı, bəyənməyi, izləməyi unutmayın. Biz isə dedik günümüzü canlı musiqi ilə gözəl sonlandıraq.